Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun. Bugün sizə növbəti dəfə Brian Tracy'nin Məqsədlər adlı kitabından sözlər sıralayacağam. 1. İstənilən yekunlaşmamış iş, stres, qeyri-məmnunluq və hətta uğursuzluğun əsas səbəbidir. Həqiqətən çox gözəl bir sözdür bu. Çünki yekunlaşmamış iş şuur altında qalır və zehin başlayır onunla məşğul olmağa və mövcud vəziyyətdəki, hal-hazırdakı işə adaptasiya olamır. Daha yaxşı odaklana bilmir. Ona görə nəticə də zəif olur. 2. Görə bilmədiyiniz hədəfi vura bilməzsiniz. İcra edilmə müddəti olmayan qərar sadəcə müzakirədən başqa bir şey deyildir. Yəni, bir növ, məsəl üçün, qarşınıza bir kitab qoysanız, desəz ki, mən bunu oxuyacağım, amma müddət qoymursunuz. Və hassız ki, bir ay keçib elə o kitab elə olduğu kimi qalıb. Amma onu kitabı qarşınıza qoyduqdan sonra, məsəl üçün, müddət qoysanız ki, bunu bir həftə oxuyacağım, bu artıq real hədəfdir. Və çox ehtimal ki, hədəfinizə çatacaqsınız. Əgər həqiqətən ürəkdən gəlirsə, şuurla onu qərarlaşdırmışsınızsa. 3. Uğur bəzən problem həll etmək qabiliyyəti adlandırılır. Effektivlik problem həll etmək bacarığıdır. 4. 80-20 qaydasına əsasən, yəni buna Pareto qanunu deyilir. Maneələrin 80%-i sizin özünüzdə olacaq. Yalnız 20% maneələr sizdən asılı olmayan xarici təsirlərdən qaynaqlanmış olur. 5. Və çox gözəl bir sual. Özünə sual ver. Məndə məni geri çəkən nə var? Və sonda 6. Uğur və nailiyyətin əsas maneələri qorxu və tərəddüddür.